Məndə belə hadisə çox olur da, hansısa günə bir iş görməliyəmsə, həmin gün keçəndən sonra yadıma düşür ki, mən belə etməliydim. Ya hətta doğum tarixim də elə olub keçəndən sonra yadıma düşüb ki, keçdi. Son 2-3 günündə yalan olmasın 20-30 dana tanıdığım nömrə, tanımadığım nömrədən səs və nə bilim söz yazılır ki, fikirləşdim, nə baş verir axı bu ölkədə, bunlar elə bir dəfəlik indi. Sonradan yadıma düşdü ki, 8 martdır. Hansı ki, həmin adamları eləsi var, adla xatırlamıram. Eləsi də var ki, yəni görsəm belə tanımaram. Sifət şirin gələr, amma yəni yadıma sala bilmərəm də. Yəni o qədər münasibət yoxdur, soyuqlaşıb. Düşündüm ki, indi bunlara cavab vermək yəni çətin məsələ deyil ki, 1-2 ay, ən azından bir ayda telefonu söndürəm, bayramiyat qutarsın, sonra baxarıq.